Salam əziz şagirdlər, hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bugün 13 aprel tarixində 9-cu siniflər üçün buraxılış imtahanı keçirildi. Hal-hazırda suallar qarşımızdadır. Gəlin short tekstlərdən başlayaraq izahlara keçid alaq. 5-ci tekstdə qeyd olunubdur ki, bir hüquqşünas kimi başvurduğunuza görə təşəkkür edirik. İstərdik ki, sizi sentyabr ayının 21-də, həftənin 2-ci günü səhər saat 11-də müsahibəyə dəvət eləyək bizim ofisimizdə. Siz kampaniyanın başçısı Emily Whitelandla görüşəcəksiniz. Bu görüş 45 dəqiqə çəkəcək. Əgər hər hansı bir sualınız və ya istəyiniz varsa, müsahibənin keçirilmə tarixi ilə bağlı zəhmət olmasa zəng eləyin və yaxud da mail göndərin sentyabr ayının 12-sinə qədər. Xoş arzularımızla Sofiya Harris, deməli bu şirkətin assistantı. Deməli variantlara baxırıq. A-da deyilir ki, bu iş görüşməsi, daha doğrusu müsahibə görüşməsi yarım saatdan az çəkəcək, amma burada qeyd olunmuşdur ki, 45 dəqiqə çəkəcək. Ona görə A yanlışdır. B-də deyilir ki, Jessica başvurmuşdu, kampaniyanın müdiri kimi başvurmuşdu. Yox, o bir hüquqşünas kimi başvurmuşdu. Ona görə B-də yanlışdır. C-də deyilir ki, Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Əgər Jessica görüş vaxtını dəyişsə, Sophia ilə görüşəcək. Yox, kampaniyanın müdiri Jessica ilə görüşəcək. Çünki Jessica başvurub hüquqşünas kimi o şirkətdə işləmək istəyir. D variantında deyilir ki, əgər Jessica'nın hər hansı bir sualı olarsa, o deməli assistana zəng vura və ya e-mail göndərə bilməyəcək, amma son cümlədə qeyd olunmuşdur ki, hər hansı bir sualınız yaranarsa zəng vura bilərsiniz. Ona görə D-də yanlışdır. Y-də isə deyilir ki, Jessica dəvət olunur sentyabrın 21-də müsahibə vermək üçün. Bu isə düzgün cavabımızdır. Cavab Y variantı. 6-cı testdə deyilir ki, bizim uşaqlar üçün olan düşərgəmizə, yay düşərgəmizə qoşulun. Biz burada çox əyləncəli oyunlar, incəsənət fəaliyyətləri və yarışlar keçirdəcəyik. Siz həmçinin bura, deməli, siz burada çoxlu dostluqlar, yeni dostluqlar da qazana bilərsiniz. Xüsusi bir güzəşt var, ödənişdə güzəşt var. Əgər ikinci uşağa, yəni bir ailənin ikinci uşağına xüsusi bir endirim var. Deməli, it is the last day for signing up. Yəni, belə deyək də, qeydiyyatdan keçmək üçün, başvurmaq üçün sonuncu gündür. A variantında qeyd olunubdur ki, ancaq bir uşaq bir ailədən gələ bilər. Yox, burada qeyd olundu ki, bir ailədən 2 uşaq gəlsə, ikinciyə hətta endirim də var. Ona görə A yanlışdır. B-də deyilir ki, deməli, kamp üçün, düşərgə üçün başvurma həftənin sonuna qədər davam edəcək. Bu isə yanlışdır, çünki axırıncı cümlədə qeyd olunmuşdur ki, bugün sonuncu gündür. B yanlışdır. C-də deyilir ki, kamp, yəni düşərgə, müxtəlif aktivitələrlə uşaqları təmin edəcək, müxtəlif fəaliyyətlər keçiriləcək. Bu düzgündür. Games, arts and competitions. Ona görə C variantı doğrudur. D-də deyilir ki, ailənin ikinci uşağı pulsuz qəbul olunur. Yox, pulsuz yox, amma xüsusi endirim tətbiq olunacaq idi. Y-də isə deyilir ki, tətbiq, daha doğrusu endirim bütün uşaqlara tətbiq olunur. Kimlər ki, burada iştirak edir, hamıya yox, ikinci uşağa şamil olunurdu bu endirim. Cavab C variantı. 7-ci testdə deyilir ki, salam Ceyin, sən deməli dəvət olunmusan ad günü partisinə. Bu şənbə günü günorta saat 3-də mənim evimdə keçiriləcək. Sən ora special costume, yəni xüsusi bir kostyum geyinib gəlməlisən mənim ad günüm üçün. Tezliklə görüşənə qədər Karla. A-da deyilir ki, ad günü partisi restoranda keçiriləcək, yox, evdə keçiriləcək. Ona görə A yanlışdır. B-də deyilir ki, ziyarətçilər buraya xüsusi rəsmi paltarlar geyinməlidirlər. Rəsmi paltarlar yox, xüsusi paltarlar geyinməlidirlər. Yəni konseptə uyğun geyim geyinməlidirlər, amma rəsmi paltarla ad gününə getmək olmaz. B ona görə yanlışdır. C variantında deyilir ki, Ceyin deməli, həftənin birinci günü qoşulacaq, amma Saturday, şənbə günü olacaq bu
parti. D-də deyilir ki, Karla qeyd eləyəcək ad gününü təkcə qeyd eləmək fikri olsa, dostlarını dəvət eləməzdi. Ona görə D-də yanlışdır. Y-də deyilir ki, Jane spesifik don geyinməlidir bu ad günü üçün. Bu düzgündür. Çünki special costume o deməkdir ki, yəni ad gününə uyğun paltar geyinmək lazımdır. O da specific dress sözünə uyğun gəlir. Cavab Y variantı.